Bir çox insanlar var ki, hətta günümüzdə belə özünə lazım olmayan, belə deyərdik, lazımsız məsələləri, müşkülləri, çətinlikləri özünə dərd eləyir, onun barəsində düşünür. Hətta cismi də yorulur, bir çox zamanlarda da zehni də yorulur, düşüncələri də taqətdən düşür ki, bəzən görürsən o qədər lazımsız şeyləri düşünür ki, bəzən lazım olan şeyləri də düşünməyə belə deyək, yorğun olur, vaxt tapa bilmir, əzgin olur. Bu müxtəlif çıxış yolları var. Bu lazımsız şeyləri özünə dərd eləmək barəsində. O çıxış yollarından biri də bizim 4-cü imamımız İmam Səccad əleyhissalamın gözəl bir göstərişidir. Bir qayda təklif edir ki, bu qaydaya insan diqqət eləsə, əslində lazımsız şeyləri özünə dərd eləməz, onların barəsində düşünüb vaxtını aparmaz. Bir nəfər gəldi İmam Səccad əleyhissalamın yanına, dünyanın çətinlikləri barəsində, ona öz gətirən çətinliklər, müşküllər, problemlər barəsində başladı şikayət eləməyə və İmam Səccad əleyhissalam belə buyurdu ki, çox heyf ki, Adəm övladı, yəni hər bir insan gündə 3 çətinliyə düşür, 3 müsibətə düçar olur ki, əgər bu müsibətlərdən ibrət alsa, dünyanın hər bir çətinlikləri onun üçün asan olar. Nədir o 3 müsibət ki, hər birimiz o müsibətə hər gün düçar oluruq? Buyurur, birincisi budur ki, hər gün insanın ömründən azalır. Əgər malında azalma olsa, malında ziyan eləsə, insan bunun dərdini çəksə də belə, onu yerində qaytarmaq bu dünyada, həyatda mümkündür. Amma ömrümüzdən azalır, bunu geri qaytarmaq mümkün deyil. Hər gün ömrümüzdən azalmaqla, belə deyək, zərər çəkirik, ziyana düşürük. İnsan gelib buna diqqət eləsin. Bunun dərdini çəksin. Çətinlik, müşkül, müsibət dərdi çəkirsə, qoy bunun dərdini çəksin. İkincisində buyurur ki, Allahın hər gün ruzəsindən yeyir, amma onun halalında hesab var. Əgər haram olsa, onun təbii ki, cəzası var. Bu da bir müsibətdir insan üçün. Və üçüncüsünün barəsində buyurur ki, bu daha mühümdür ki, həmin şəxs də soruşdu ki, ey Peyğəmbər övladı, nədir o daha mühüm olanı? İmam Səccad əleyhissalam buyurur ki, hər gün ki sona çatır, hər gün ki tamamlanır, insan bir addımda axirətinə, ölümünə doğru yaxınlaşır. Müsibət də bundan ibarətdir ki, amma bilmir ki, hansı məkana gedir. Oda gedir, atəşə gedir, yoxsa behiştə gedir, Allahın behiştinə gedir. Bu 3 müsibət hər gün insanın həyatında baş verir. Əgər insan buna diqqət eləsə və bundan ibrət alsa, təbii ki, o biri çətinliklər dünyanın, belə deyək, əslində bəziləri çətinlikdir, biz özümüzü, onları özümüzə çətinlik kimi yaratmışıq. İnsan bu şeyə diqqət eləsə, o şeylər təbii ki, onun üçün asan olar.